Sualın şərti belədir. Əgər oxumusunuzsa, deyir ki, hər heyvan başlanğıcda, startda, hər heyvan bir ağacın arxasında gizlənir. Baxın, bunu qeyd eləmişik burada. Ovçunu görən el cökənin, M çinarın, K palıdın, N fıstığın, G şabalının yanında gizlənir və gizlənmək üçün daha 2 dənə də yeri var, şamdan küknar. Bunu verir bizə uşaq. Sonra bizə deyir ki, hər bir heyvan yerini yalnız ovçunun onun gizləndiyi yerə istiqamətlənəndə dəyişə bilər. Yəni nə mənada? Məsələn, tutalım ki, ovçu əgər G-nin üstünə gedirsə, G yerini dəyişə bilər. Və yaxud da N-in üstünə gedirsə, N yerini dəyişə bilər. Başqa bir halda heyvan yerini dəyişə bilməz sonra. Yəni ovçu tutalım ki, G-nin üstünə gedirsə, K yerini dəyişsin, elə şey ola bilməz. Hansı heyvan nə zaman yerini dəyişir? Ovçu yalnız həmin, belə deyək də, heyvanın üzərinə gedəndə. Bu bir. İkinci, bizə deyir ki, heyvanlar digər heyvanların gizləndiyi yerə keçə bilməz. Yəni, bu o deməkdir ki, məsələn, palıdın arxasında K varsa, N də palıdın arxasına gələ bilməz sonra. İkinci, özünün axırıncı tərk etdiyi yerə keçə bilməz. Bu nə deməkdir uşaqlar? Məsələn, tutalım ki, N fıstığın arxasındadır. Fıstıqdan keçib çinara. Çinara hardan gəldi? Fıstıqdan. Bir də fıstığa qayıda bilməz. Baxın, özünün sonuncu tərk etdiyi yerə, bax, diqqət edin, axırıncı tərk etdiyi yerə qayıda bilməz. Məsələn, fıstıqdadır, gedibsə çinara, yenidən fıstığa qayıda bilməz. Amma belə ola bilər. Fıstıqdadır, gedib çinara, sonra gedib palıda, sonra fıstığa qayıda bilər uşaqlar. Baxın, ən son tərk elədiyi yerə qayıda bilməz. Bax, təkrar edirəm bu hissəsini, çaşmayın. Məsələn, şabalıqdadır, palıda gedibsə, indi şabalıda qayıdanmaz. Amma palıda gedib, çinara gedibsə, sonra şabalıda qayıda bilər artıq uşaqlar. Yəni, özünün ən son tərk elədiyi yerə qayıda bilməz. Şərt budur. Bir də uşaqlar, sonuncu şərt də budur ki, ovçu ilə yerini dəyişə bilməz. Yəni, məsələn, ovçu durub şamın arxasında, ovçu şabalının arxasına gedəndə, da bu ovçunun yeri qaçacaqsa, onda ovçunu tutanmaz ki. Ovçu oraya gedəndə oraya gələcək. Oraya gedəndə onun yerinə keçəcəksə, tuta bilməz. Ona görə də ovçu hardan çıxıbsa, ovçunun çıxdığı yerə də gedə bilməz sonra. Tamamdır. Başlanğıc vəziyyət budur. İndi bundan sonra cədvələ mən nəyi yazacağam? Məsələn, birinci gedişdə tutalım ki, ovçu hara getdi və hansı heyvan yerini dəyişdi və digərləri harada qaldı. Yəni, vəziyyəti belə deyək də, hər gedişdən sonra qeyd edəcəm sizdən bir yerdən. Diqqətiniz burada olsun ki, siz təsdiqlədiyiniz anda yazılsın, təsdiqləməsəz yazmayız. Başlayaq uşaqlar bir-bir ovçunu hərəkət elətdirək. Start vəziyyəti budur, düzdür uşaqlar? Birinci gedişdə ovçu haran yoxlayır? Şamın arxasını, düzdür? Ovçu, yəni birinci gedişdə, ovçuya dairə içərisində X yazıram ki, o bilərlə qarışmasın. Əgər birinci gedişdə ovçu şamın arxasını yoxlayırsa, şamda kim var ki? Onda heç kim yerini dəyişməyəcək, düzdür? O zaman digər heyvanlar hamısı qalır öz yerində. El yerində, N, K, N, G, hamısı öz yerində qalır. İndi növbəti gedişdə, baxın, hələ sualı oxumuram. İkinci gedişdə ovçu gedəcək hansısa bir heyvan üstü, düzdür? O heyvan hara qaçacaq ki? Bir dənə yer qalıb da, küşnara qaça bilər. Başqa yer yoxdur ki, uşaqlar. Bax, diqqət edin burada, təkrar deyirəm. Çünki bu ağacların arxası doludur. Məsələn, hələ sualı qoymuşam qırağa, hələ suala gəlməmişəm. Məsələn, tutalım ki, ovçu palıdın arxası gəlsə, bunun arxası gəlməz sizə. K qaçacaq. K o biri heyvanların yanına qaça bilməz, ovçunun çıxdığı yerə də gələ bilməz. Bir dənə boş yeri var uşaqlar. Deməli, hansı heyvan üstünə gedirsə, həmin heyvan küşnarın arxasında qaçmalıdır. Düzdür? İndi gəlin yoxlayın. İkinci gedişdə ovçu hara gedəcək uşaqlar? Cökə. Cökənin arxasında kim var idi? El. El hara qaçacaq? Küknara. Bax, ovçu gəldi cökənin arxasına. Ovçu bura gəldi mi? El qaçdı küknara. Qalan heyvanlar yerini dəyişmir. Çünki demişdik ki, ovçu ancaq onların üstünə gedəndə yerini dəyişir bilər. Qalan hamısı yerindən çıxır. Birinci gedişdən, daha doğrusu ikinci gedişdən sonraki vəziyyət budur. Düzdür? Üçüncü gedişdə qaçacaq olan heyvan hara qaçacaq? Şamın arxası. Çünki hal-hazırda boş olan yer Şamın arxası. Üçüncü gedişdə baxın, ovçu hara gedir? Fıstığın arxasına bax. Üçüncü gediş, ovçu fıstığın arxasına gəldisə, qaçan kimdir? N. Hara qaçacaq dediniz? Şama. Düzdür uşaqlar? O zaman küknarın arxasındakı öz yerində, şabalının arxasındakı öz yerində, palıddakı öz yerində, çinardakı öz yerində. Boşalan yerində cökədir, düzdür? Hansı heyvan üstünə gedirsə, qaçmalıdır cöküyə uşaqlar. Baxaq, dördüncü gedişdə ovçu yenidən Şamın arxasına gedir uşaqlar. Baxın, dördüncü gedişdə yenidən Şamın arxasına gedir. Kim qaçacaq? Hara? Ay sol. Ovçu bura gəldiyi halda N'in qaçacağı yer, baxın burada. N gəldi bura. Qalan heyvanlar öz yerində. M yerində, K yerində, G yerində, L yerində. Yaxşı. Növbəti qaçacaq heyvan görürsə qaçacaq. Doğrudur. Qaçacaq yer haradır? Fıstığın arxası. Baxın. Beşinci gedişdə aranı yoxlayır uşaqlar. Çinarın arxası. Yaxşı. Baxın, ovçu hal-hazırda buradadır. Çinarın arxasına gedəcəksə qaçan kimdir? M. Hara qaçacaq? Ay sol. Qaçacaq fıstığın arxasına. Gəldi bura. Qalan heyvanlar öz yerində. N yerində, K yerində, G yerində, L yerində. Növbəti qaçacaq heyvan yeri bəllidir, görürsünüz. Düzdür? Yaxşı.
6-cı gedişimiz olur da bu. 6-cı gedişdə yenidən fıstığın arxasını yoxlayır uşaqlar. Ovçu yenidən gələcək fıstığın arxasına. Bura gələcəksə qaçan kim olacaq? M. Hara qaçacaq? Şama qaçacaq. Düzdür? Ovçu gəldisə bura, M qaçacaq Şama. Baxın, çünki Şam boş imiş olur. Yenidən L öz yerində, G öz yerində, K öz yerində, M öz yerində. Problem yoxdur ki burada. Davam edək. Neçənci gedişə qalmışıq? 7. Baxın 7-ci gedişə. 7-ci gedişdə uşaqlar yenidən cökənin arxasını yoxlayır. 7-ci gedişdə ovçu hardadır bir dəqiqə? Fıstıqda. Cökə buradadır. Cökənin arxasına gələcəksə N qaçacaq. Hara qaçacaq? Ay sağ ol. Ovçu gəldi cökənin arxasına, N qaçdı Çinara. Düzdür? Qalanları yerində. K yerində, G yerində, M yerində, L yerində. Sonuncu gedişimizi yoxlayır uşaqlar. 8-ci gedişdə hara gedəcək? Palıdın arxasına. Gəlin baxaq. 8-ci gedişdə palıda gedəcəksə qaçan kimdir? Hara qaçacaq? Fıstığın arxasına. Ay sağ ol. Ovçu gəldisə palıdın arxasına, K-nın qaçacağı yer fıstıq. Yaxşı. Bura N düşdü bura, G gəldi bura, M yerində, L-də yerində. Bura qədər. Problem yoxdur uşaqlar. İndi məsələ nədir? 9-cu gedişdə bizə deyir ki, ovçu hansı ağacın arxasını yoxlasa, belə deyək də, həmin ağacın arxasındakı heyvan şikara çevrilmiş olacaq. Məsələ nədir? Ovçu indi gedəcək hər hansı bir heyvan üstünə. Hələ sualı qoyuram burada. Sualı belə deyək də, yoxlayacaq bunları bir gün. Mən məsələn tutan ovçuyam. Hansı bir heyvan üstü getsəm, o hara qaçmalıdır ki? Cökəyə qaçacaq, düzdür mü uşaqlar? Deməli, onda belə çıxır ki, çox bəsit. Cökəyə qaça bilməyən tutulacaq. Cökəyə də qaça bilməyən kim olacaq? Ən son cökədən çıxan, düzdür? Sualı hələ saxlayaq uşaqlar, tələsməyək suala. Məsələn, gəlin baxaq. Tutalım, N-i yoxlayaq. Məsələn, N hardadır bu dəqiqə? Bu dəqiqə Çinarın arxasında, düzdür? Çinarı hardan gəlib? Cökədən gəlib. Cökəyə hardan gəlib bəs? Şamdan gəlib. Şamı hardan gəlib bəs? Fıstıqdan gəlib. Yəni, axırıncı gedişləri görə bilirsiniz. Məsələn, L hardadır bu dəqiqə? L bu dəqiqə Küşnarda. Küşnara hardan gəlib məsələn? Cökədən gəlib. Məsələn, G hardadır bu dəqiqə? G heç yerini dəyişmir. Görürsünüz ki, ancaq Şabalın arxasında qalır. Məsələn, başqa hansına baxa bilərik? K-ya baxa bilərik məsələn. K bu dəqiqə hardadır? Fıstıqdır, düzdür. K fıstığa hardan gəlib? Palıqdan gəlib. Ay sağ. İndi sizlə bir-bir bütün ağacların arxasını yoxlayıram. Bütün ağacların arxasını. Hansı ağacın arxasındakı heyvan, təkrar deyirəm, cökəyə qaça bilməyəcəksə, o heyvanda artıq şikara çevrilmiş olacaq. Başlayaq bir-bir yoxlamamış olar. Yaxşı. Birinci, cökənin arxasını yoxlamama gərək yoxdur da. Cökənin arxası boşdur. Düzdür. Yəni, oranı yoxlasam, oradan şikar olmayacaq. Yaxşı. Çinarın arxasını yoxlasaq. Mən çinarın üstünə getsəm, çinar ağacının üstünə getsəm. Orada olan heyvan hansıdır? N. Düzdür. N ora hardan gəlib? Bax, cökədən gəlib. Bu, qaçmalı olan yer buradır uşaqlar. Bax, növbəti heyvanın qaçacağı yer buradır. Diqqət edin. Əgər mən çinarın arxasına getsəm, N təzdən cökəyə qayıda bilməyəcək. Görürsünüz? Çünki, təkrar deyirəm, N çinarın arxasındadır bu dəqiqə və çinarın arxasından bir əvvəlki gəldiyi yer cökər. Yəni, çinara gəlibsə, bir də cökəyə qayıda bilməyəcək. Yəni, mən çinarın arxasını yoxladığım halda kimi tutacağım? N-i tutmuş olacaq. Yəni, çinardan şoka tutmuş olacaq. Palıdı yoxlayaq. Məsələn, palıdın arxasında bu dəqiqə ovçunun özü var da. Yəni, o yoxlamağın mənası yoxdur, keçirəm onu. Fıstığı yoxlayaq bir dənə, 4-cü. Fıstığın arxasında kim var bu dəqiqə? K. Əgər biz fıstığın üstünə getsək, baxın. K buradadır, düzdür. K bura hardan gəlir? Palıqdan gəlir. Onda bu cökəyə qaça biləcək, qaçamayacaq. Qaçacaq. Deməli, onda belə çıxır ki, biz fıstığı yoxlasaq, oradakı heyvanı tuta bilməyəcək. Şabalıdı yoxlayaq. Şabalıqda kim var? G. Əgər ovçu şabalığın üstünə gəlsə, G qaça biləcək cökəyə? Qaçacaq. O zaman deməli, bunu da tuta bilməyəcək. Şamı yoxlasaq, Şam ağacının arxasında kim var bu dəqiqə? M var, düzdür. M bura hardan gəlir? Diqqətli olun. Fıstıqdan gəlir. Çinarda niyə gəlir? M-ə baxın uşaqlar diqqətin. M Çinarda olub. Sadəcə olaraq bax, hal-hazırda M Şamın arxasındadır. Şamın arxasında fıstıqdan gəlir, fıstığın arxasında Çinardan gəlir. Diqqətli olun uşaqlar. Deməli, təzdən deyirəm, Şabalı yoxlayırıq da, düzdür. Şabalının arxasında G var. Bunu tutamayacaq. Bu etər, bunu yoxladıq bayaq. Şamı yoxlasaq, Şamın arxasında olan M-dir. M ən sonuncu dəfə bura fıstıqdan gəlibsə, deməli M cökəyə qaça biləcək, problem yox. Bunu da tuta bilməyəcək. Küşnarın arxasını yoxlayaq. Küşnarda kim var bu dəqiqə? L. Ay sağ ol. L bura hardan gəlib? Baxın, L bura cökədən gəlib. O zaman deməli bura gəlsə ovçu, L cökəyə təzədən qayıda bilməyəcək. Çünki L bura cökədən gəlmişdi. Ona görə bunun da arxasını yoxlasa, həmin heyvanı tutmuş olacaq. Deməli, Çinar və Küşnar. 2 və 1.